Sayba xanım, salam. Sayba xanım, bu kitabınız üçün sizə çox minnətdaram. Şəhidlərimiz üçün, qazilərimiz üçün çox canfəşanlıq eləyirsiniz. Mən sizi yaxından tanımıram, amma yəni yaxından tanıyanlarımdan mən sizin yəni yüksək səviyyədə əsgərlərimizin, zabitlərimizin, yaralılarımızın, şəhidlərimizin haqqında böyük məlumatlar yaydığınız üçün sizə çox təşəkkür edirəm. Mənim qardaşım sizin kitabınızda özünə məxsus bir yer tapıb. Üzürlü səbəblərə görə anam xəstə olduğu üçün bu kitabı götürə bilmədi. Mən bacısıyam, mən gəldim götürdüm. Sizə çox minnətdaram. Allah sizdən çox razı olsun ki, belə kitablar, belə yazılarla əsgərlərimizi, yaralılarımızı, qazilərimizi, şəhidlərimizi hər zaman yadda saxlayırsınız, yadda tutursunuz. Çox minnətdaram Sayba xanım sizə.